Cümə axşamıdır. Bütün əmvatımızın ruhuna hediyə olsun. 2 ayə Ayətəl Kürsi oxunuz. Əuzu billah minəşşeytanirracim. Pənah parıq Allaha dərgahdan qovulan şeytanın şərrilərindən. Bismillahirrahmanirrahim. Başlıq bir Allahın adı ilə ki, bağışlayan və möhriban Allahdır. Allah, la ilahe yoxdur Allah, illa huvə məgər o Allah, əl-həyyul qayyum, diridir həmişəlik, la təxusu tutmaz onu sinətun, yüngül yoxu və la nəvm və nə ağır yoxu, ləhu onun üçündür ma ozadı ki, fis-səmavatı göylərdədir və ma və ozadı ki, fil ərzi yerlərdə. Mənzəlləzi kimdir o kəsi ki, yeşfəu şəfaət eləyə indəhu onun yanında, illa məgər biiznihi Allahın izni ilə, yələmu bilər ma ozadı ki, bəynə yədəyhim əllərin arasında və ma xəlfəhum və o iki dalcan və la yuhitunə və ihatə eləməz bir şey min ilmihi Allahun ilmin illa məgər bima uzadat ki şaə istiyə vəsə vüsətlidir kursiyus semavat Allahun hökuməti göylərdə vəl ərzə və yerdə və la yəuduhu və ağıllıq eləməz onun üçün hifzuhuma o göygeri hifz eləmək və huvə və o əliyyul əzim böyükdür və ali mərtəbədir. La ikrahə yoxdur zor fetdini dində qəd betəhqiq təbəyyənə aşkar eləyibdir. Rüşdə minəl qayyi düz yolu kəz yoldan fəmən pəs o kəsi ki yəkfurə kafir ola bit tağuti tağutə ya zalimlərə və yümin və iman gətirə billahi Allaha fəqət pəs betəhqiq istəmsəkə təng vurub ya yapışıb bil ürvətil vüska ürvəti vüskadən lənfsamə yoxdur qırılmaq onun üçün ləha onun üçün vəllahu və Allah səmiun əlim eşidən və alimdir sədəqəllahul əliyyul əzim.